Hər vaxtınız xeyir. Bizi televiziya qarşısında izləyən hər kəsə elə bu saniyədən etibarən salam olsun. Bugün Xəmsə Kubokunda, Universitet Liqasında qrup mərhələsinə son qoyulacaq. Çünki qrupun sonuncu komandaları D qrupunda yarışacaqlar. Vaxt itirmədən komandaları və heyət üzvlərini sizə təqdim eləmək istəyirəm. Göy masanın sakinlərini gəlin birlikdə qarşılayaq. Yarmada komandası Nilüfər Tağıyeva, Ayxan Muxtar, Nicat Səmədov, Uluxan Uluxanlı, Murad İskəndər. Dostlar, xoş gəlmişsiniz. İqtisadçı komandası sarı masada əyləşəcək Səmral Pənahov, Ruhin Kərimli, Sadiq Bağırov, Nəzrin Babayeva, Muxtar Cəfərov. Siz də xoş gəlmişsiniz. Difai komandası Yusif İsmailov, Rəvan Fərzəliyev, İbrahim Fərhadzadə, Ələskər Təhməzov, Kənan Tağzadə yaşıl masada əyləşəcək. Və son olaraq qırmızı masanın oyuncuları Old School komandası İlahə Sadıqova, Günay Əzimova, Elcan Süleymanlı, Nuralı Məmmədov, Rəsul Rızayev. Siz də xoş gəlmişsiniz. Bir dənə özümüzü ürəkdən alqışlayaq. Alqışların sədası altında Xəmsə Milli İntellektual oyununda ilk mərhələyə başlayırıq. İlk mərhələnin adı Bəlli Raunddur. Bəlli Raundun qaydalarını diqqətinizə çatdırmaq istəyirəm. Sizə əvvəlcədən 5 mövzu elan olunacaq və mövzulara uyğun olaraq oyuncuları seçib oyun kürsüsünə göndərəcəksiniz. Mövzular belədir. Filmlərimiz fərqli prizmada, Afrika şəhərləri, pişik kimilər, rəng və isim, suallar. 30 saniyə vaxt var, siz oyuncuları seçib oyun kürsüsünə göndərə bilərsiniz. Biz isə filmlərimiz fərqli prizmada mövzusuyla Bəlli Raunda başlayacağıq. Vaxt bitdi və oyuncular oyun kürsüsündə yerlərini alsınlar. Biz isə filmlərimiz fərqli prizmada mövzusuna keçid alaq. Filmlərimiz fərqli prizmada. Birinci sual, nominal xal dəyəri 100. 2010-cu ildə baş vermiş daşqında, xüsusən mərkəzi Aran rayonlarımızın sahil boyu əraziləri suyun Old School. Dəli Kür. Bravo! Altında qalmış və kənd təsərrüfatına ciddi ziyan dəymişdi. Bu hadisə haqqında məqalə necə adlanırdı? Sual belədir. Old School hamıdan tez olaraq bu sualı tapdı. Davam edirik. Filmlərimiz fərqli prizmada. İkinci sual, nominal xal dəyəri 200. Bir pyesin qəhrəmanı deyir, özünü bəzən yad hiss eləyərsən. Sanki onun bətnindəki kimi. İqtisadçı Ögey ana. Bəli, bu doğru cavabdır. Bravo. Davam edirik. Filmlərimiz fərqli prizmada. Üçüncü sual, nominal xal dəyəri 300. Sahibləri eyni olmayan sözlə deyin. Edward Munk'un məşhur rəsminin dilimizdə istifadə edilən adlar arasında bu da var. İqtisadçı. Fəryad. Bravo! Davam edirik. O hesabına 300 xalda yazdırdı. Filmlərimiz fərqli prizmada 400 xallıq sual. Təkcə düşmənlə deyil, eyni zamanda sərt hava şəraiti ilə də mübarizə aparılan yarmada. Dolu. Bu səhv cavabdır. İqtisadçı. Dağlarda döyüş. Bu isə doğru cavabdır. Bravo! Kəşmir, Qafqaz və Alplarda baş verir. Bəli, bu dağlarda döyüş idi. Davam edirik. Filmlərimiz fərqli prizmada. 5-ci sual, nominal xal dəyəri 500. Sərt kasta sistemi və sosial şərait Hindistanın bəzi bölgələrində qızların evlənməsində çətinlik yaradır və beləliklə bu adət halına çevrilir. Yarımada. Bəyin oğurlanması. Bəli, bu həqiqətən də bəyin oğurlanmasıdır. Onlar sosial şəraitin pis olduğuna görə öz
gələcək həyat yoldaşlarını bəzən oğurlayırlar. Oyunçulara təşəkkürümü bildirirəm. Masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə növbəti mövzu ilə bəlli raunda davam eləyəcəyik. Bəlli raundda ikinci mövzu Afrika şəhərləridir. Oyunculardan xahiş edirəm oyun kürsüsündə öz yerlərini alsınlar. Afrika şəhərləri mövzusu. Birinci sual nominal xal dəyəri 100. Bu şəhərdə yerləşən Marriott Mena otelinin terasından piramidaları seyr eləmək mümkündür. Old school. Qahirə. Bu Qahirədir. Bravo. Davam edirik. Afrika şəhərləri ikinci sual nominal xal dəyəri 200. Bu şəhərin müasir ərəb adı olan Dar al-Bayda dilimizə tərcümə... Darüssalam. Yox, bu səhv cavabdır. Digər 3 komanda üçün sualın digər hissəsini oxuyuram. Dilimizə tərcümədə ağ ev deməkdir. Casablanca. İqtisadçı. Casablanca. Bəli, bu Casablancadır. Bravo. Davam edirik. Afrika şəhərləri 3-cü sual nominal xal dəyəri 300. Bu şəhərdə yerləşən bir çox kirayə evlərin qarşısında daha çox turist cəlb eləmək üçün yalandan Obama malikanəsi yazısını da görmək mümkün. Old school. Nairobi. Bəli, Barack Obama əslən Kenyadandır, bu Nairobidir. Bravo. Afrika şəhərləri 4-cü sual nominal xal dəyəri 400. 2024-cü ildə Audi şirkətinə məxsus elektrik avtomobili bu yarışda qələbə qazanmışdı. İqtisadçı. Dakar rallisi. Bəli, bu Dakar rallisidir və yaxud da Paris Dakar'dır demək olardı. Bravo iqtisadçı. Davam edirik. Afrika şəhərləri 5-ci sual nominal xal dəyəri 500. Kino mərkəzi olan Nollywood hansı şəhərdə yerləşir? Old school. Abuja. Bu səhvdir. İqtisadçı. 1, 2, 3. Sizdən xal silinəcək. Digər 2 komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. Kino mərkəzi olan Nollywood hansı şəhərdə yerləşir? 3, 2, 1, 0. Bu Lagosdur. Nollywood, Hollywood'un Nigeriya analogudur və Nigeriyanın da sənaye mərkəzlərindən biri Lagosdur. Oyunculara təşəkkürümüzü bildirirəm. Onlar masa arxasında öz yerlərini ala bilərlər. Biz isə növbəti mövzu ilə davam eləyəcəyik. Bəli, raundda pişikimlər mövzusu bizim 3-cü mövzumuzdur. Pişikimlər mövzusunun ilk sualı nominal xal dəyəri 100. Nemey şirinin dərisinə heç bir silah təsir eləmir. Yarımada. Herakl. Bəli, bu Herakldır. Ona görə də bu qəhrəman onu boğmaq qərarına gəlmişdi. Davam edirik. Pişikimlər ikinci sual nominal xal dəyəri 200. Tiflisdə Köhnə şəhər adlanan hissədə bu əsərə həsr olunmuş heykəli görmək olar. Yarımada. Pələng dərisi geyinmiş qəhrəman. Bəli, pələng dərsi geymiş pəhləvan, qəhrəman cavabını da qəbul edirəm. Bravo yarımada. Davam edirik. Pişikimlər. 3-cü sual nominal xal dəyəri 300. Cənnət Krallığı filminin sonunda baş qəhrəmana Qüdsü müsəlmanlardan azad eləmək istəyirəm deyən tarixi şəxsin kim olduğunu deyin. Yarımada. Şir ürəkli Richard. O bunu da bilir. Davam edirik. Pişikimlər 4-cü sual nominal xal dəyəri 400. Luis Borges uydurulmuş canlılar kitabında bu canlının izahında sardonik gülüş ifadəsini qeyd eləyib. Yarımada. Çeşir pişiyi. Bu çeşir pişiydi. Alisa Möcüzələr Ölkəsində əsərindən bizə tanış idi. Pişikimlər mövzusunda 5-ci sual nominal xal dəyəri 500. Əgər bu suala da yarımada cavab versə, bu oyunun ilk 5-də 5-i olacaq. Usta və Margarita əsərinin bu personajı Əhd-i Ətiqdəki bədheybətlərin birindən ilhamlanaraq yaradılıb. Usta və Margarita əsərinin bu personajı Əhd-i Ətiq bədheybətlərinin birindən ilhamlanaraq yaradılıb. 3, 2,
1. Versiya deyin heç olmasa. Bulgakov, Usta və Margarita, yox siz deyə bilməzsiniz. Bu Begemot idi dostlar, Begemot. Bədheybət, Bafometdir. Eyb yox, növbəti mərhələdə 5-də 5 gözləyirəm sizdən. Oyunculara təşəkkür edirəm, öz yerlərinə keçə bilərlər. Biz isə 4-cü mövzu ilə bəlli raunda davam eləyəcəyik. Mövzu rəng və isimdir. Rəng və isim mövzusu. Birinci sual nominal xal dəyəri 100. Jefferson Airplane qrupunun bir mahnısında süjet, yarımada, Ağ Dovşan. Alisa möcüzələr ölkəsindəki əsərə əsaslanıb. Bu mahnıda hansı canlı xatırlanır? Bu Ağ Dovşandır. Bravo yarımada. Davam eləyirik. Rəng və isim. İkinci sual nominal xal dəyəri 200. Bunun çiçəklənmə dövrü 19-cu əsrin sonlarına təsadüf eləyir. İki media magnat, Joseph Pulitzer və William Hearst oxucular uğrunda qızğın mübarizə aparırdılar. Çiçəklənmə dövrü qeyd edeyim ki, burada dırnaq arasında hesab oluna bilər. 19-cu əsrin sonlarına təsadüf eləyir. İki media magnat, Joseph Pulitzer, Old School. Sarı mətbuat. Bu sarı mətbuatdır, bravo. Davam eləyirik. Rəng və isim, üçüncü sual nominal xal dəyəri 300. 1963-cü ilə aid bu komediya filmi İnspektor Kluz haqqında filmlər seriyasının birincisidir. Bəstəkarı Henry Mancini filmə görə Oscara namizəd olmuşdu. Old School. Çəhrayı Pantera. Bu Çəhrayı Panteradır, bəli. Oscara namizəd olmuşdu. Davam eləyirik. Rəng və isim dördüncü sual nominal xal dəyəri 400. AB5 dövlət proqramı xarici investorlar üçün ABŞ-də viza almaq üçün yaradılıb. Bu proqram ilk olaraq Old School düyməni sıxdı. Yaşıl kart, green kart. Qəbul eləyirəm, Green Card, Yaşıl Kart bu proqram onun qollarından biridir. Bravo Old School. Davam eləyirik. Rəng və isim 5-ci sual nominal xal dəyəri 500. Saçlarının kürən olması səbəbindən Antonio Vivaldi'yə bu ləqəb verilmişdi. Vivaldi'yə verilən ləqəb kürən saçlı Antonio Vivaldi. Musiqiçi həm də başqa peşənin sahibi olduğu üçün verilib bu ləqəb ona. 3, 2, 1, 0 versiyalar alın. Qırmızı rahib falan. Mən sən yerinə olsam bu düyməni sıxıb deyərdim onu. Qırmızı keşiş. Şərh verəcəm. Virtuoz musiqiçi həm də kilsədə xidmət göstərdiyi üçün ona qırmızı keşiş deyiblər, amma sən rahib desəydin qəbul eləyəcəkdim. Oyunculara təşəkkür edirik, öz yerlərinə keçə bilərlər. Biz isə son mövzu ilə bəlli raunda son qoyacağıq. Suallar mövzusu ilk sual nominal xal dəyəri 100. Bu filmimiz üçün Azərbaycan Pedaqoji İnstitutunun yataqxanası ilk olaraq difai. Onu bağışlamaq olarmı? Bu səhv cavabdır. İkinci Old School sıxıb deyməni. Əhməd hardadır? Bu isə doğru cavabdır, bəli. Qaldığı yataqxana kimi istifadə edilmişdi İnstitutun yataqxanası. Bravo. Suallar mövzusu ikinci sual nominal xal dəyəri 200. Bir neçə il əvvəl Malayziyada elə də yüksək nüfuza malik olmayan partiyanın rəhbəri parlamentdəki çıxışında 16-cı əsrə aid bu sualı xatırlamır. Difai. Olmaq ya olmamaq. Bu doğru cavabdır, bravo Difai. Davam eləyirik. Suallar 3, nominal xal dəyəri 300. Elon Musk bir müddət vəzifədə olduqdan sonra hökumətin səmərəliliyi departamentinin rəhbəri vəzifəsindən imtina eləmişdi. Bu barədə bir məqalədə müəllif İlana Donald Trump'ın dilindən bu sualı verir. Məşhur sualdır.
Donald Trump'ın dilindən səslənən sualdır. Elon Musk'ın və Trump'ın yerinə tarixə qayıdıb digər iki şəxsi qoysaq, bu sualı tapa bilərik. 3, 2, 1. Sən dəmi brut. Davam edirik. Suallar 4-cü sual. Nominal xal dəyəri 400. Bir reklam agentliyinin hazırladığı diş macununun posterində Jokeri bu sualı verərkən görmək olar. Niyə belə ciddisən? Bravo! Old school, niyə belə ciddi? Davam edirik. Suallar mövzusu 5-ci sual. Nominal xal dəyəri 500. Qeyd edeyim ki, bu bəlli raundun son sualıdır. Nvidia şirkətinin rəhbəri yüksək əməliyyat gücü olan çiplərin təqdimatında zarafatla bu suala cavabı bir neçə il sonra elə robotların özlərindən soruşa biləcəyimizi demişdi. Nvidia şirkətinin rəhbəri yüksək əməliyyat gücü olan çiplərin təqdimatında zarafatla deyib. Düşünün ki, zarafatla bir balaca yumor qatın düşüncənizə. 3, 2, Versiya olar. Versiyalar. versiya. Yaxşı, alaq versiya. 1, cavab yoxdur, versiya. Robotda insanların yerinə ola bilər. Robotda insanlar... Onu bir balaca zarafatla düşünsəydiniz, androidlər elektron qoyunlar arzulayırmı olacaqdı? Oyunculara təşəkkür edirəm. Masa arxasında öz yerlərini ala bilərlər. Biz isə Xəmsə Milli İntellektual oyunun ikinci mərhələsinə keçid alırıq. Bu şərtli raund adlanır. Şərtli raundun qaydalarını sizin üçün elan eləmək istəyirəm. Bu raundda mövzular əvvəlcədən növbə ilə açıqlanır və siz həmin mövzulara uyğun olaraq oyuncu kürsüsündə öz yerinizi alırsınız. 1918-ci il şərtli raundun ilk mövzusudur. Buyurun, vaxtınız var, oyuncunuzu seçə bilərsiniz. Oyuncular oyuncu kürsüsündə öz yerlərini alsınlar və biz 1918-ci il mövzusunda ilk sualı eşidək. Buyurun. Şərtli raundun ilk mövzusu 1918-dir. İlk sual. Kapitan Amerika kimi tanıdığımız komiks qəhrəmanı Steve Old School. Steve Rogers, Marvel kainatı. Marvel kainatı. Səhv cavabdır, tələsdiniz. Yarımada. Birinci Dünya müharibəsində iştirak eləmişdi. Bu da səhv cavabdır. Digər iki komanda üçün sualın qalan hissəsini oxuyuram. Steve Rogers 1918-ci ilin bu günü anadan olmuşdu. Qısaçı. 4 iyul müstəqillik günü. Bəli, 4 iyul Amerikanın müstəqillik günüdür. Bravo. Davam edirik. 1918-ci il ikinci sual. Nominal xal dəyəri 400. Firidun bəy Köçərli 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin təşəbbüsü ilə Qazaxda yaradılan təhsil ocağında difai. Qoru müəllimlər seminariyası. Bəli, Qoru müəllimlər seminariyasıdır bu. Müəllimlik eləməyə başladı. Bəs o daha əvvəl hansı şəhərdə təhsil almışdı? 1918 mövzusu 3-cü sual, nominal xal dəyəri 600. Fritz Haber Birinci Dünya Müharibəsi illərində zəhərli qazların ixtirasına görə 1918-ci ildə nəyə layiq görülmüşdü? Yarımada. Kimya üzrə Nobel mükafatı. Bəli, bu kimya üzrə Nobel mükafatıdır. Bravo. Davam edirik. 1918-ci il mövzusu 4-cü sual, nominal xal dəyəri 800. Villa Carter'in hadisələrin 1918-ci ildə cəryan eləyən romanında əskərlərin çoxu düşmən gülləsindən yox, bu xəstəlikdən vəfat eləyir. Old School. İspan qripi. Bu İspan qripidir, bravo. Davam edirik. 1918-ci il mövzusu, son sual, nominal xal dəyəri 1000. 1918-ci ildə Mvezo kəndində doğulmuş bu şəxsi çoxları 1980-ci illərdə vəfat elədiyini düşünsə də,
əslində o 2013-cü ildə vəfat eləyib. Yarımada. Nelson Mandela. Bəli, bu Mandela effekt adlanır. Bravo! Oyunculara təşəkkür edirəm. Onlar masa arxasında öz yerlərini ala bilərlər. Biz isə şərtli raundu Yunan mifologiyası mövzusu ilə davam edirik. Yunan mifologiyası ilk sual nominal xal dəyəri 200. Həmişə yoxladın, həmişə məğlub oldun. Yenidən yoxla, yenidən old school. Sizif. Daha yaxşı məğlub ol. Eşitdiyiniz sözlərin yazıldığı məqalədə hansı personaj xatırlanır? Bu Sizifdir, bəli. Davam edirik. İkinci sual nominal xal dəyəri 400. David Palmer'in bir rəsmində nəhəng oyun şarını yuxarıya qaldırmış. Yarımada. Atlant. Bu doğru cavabdır, bravo. Davam edirik. Yunan mifologiyası mövzusu üçüncü sual nominal xal dəyəri 600. Diego Velázquez'in ip əyrənlər rəsminin digər old school. İp əyrənlər Moiralar. Moira. Bu səhv cavabıdır. Difai. Atropos. Bu da səhv cavabdır. Ariadna. Bu da səhv cavabdır. İqtisadçı komandası üçün sualın qalan yerini oxuyuram. Mifik personajın adını görə bilərik. İp əyrənlər, Velázquez, 3, 2, 1. Buyurun. Artemida. Bu da səhv cavabdır. Düzgün cavab Arachnadır. Araqla. Neysə var. Yunan mifologiyası 4-cü sual nominal xal dəyəri 800. Əfsanəyə görə Olimpdən qovulduqdan sonra Lemnos adasına düşən o, özünə Masihlos vulkanını emlatxana kimi seçmişdi. İlk Hefest. olaraq iqtisadçı sıxıb düyməni. Hefest. Bu Efes'tir, bravo, devam edirik. Yunan mifologiyası sonuncu sual nominal xal dəyəri 1000. O, daha məşhur qətli törətməzdən əvvəl Perifet, Sinis və Prokrust kimi qəddar personajları öldürmüşdü. İqtisadçı, Herakl. bu səhv cavabdır. Ərmada. 3, 2, Ares, Bir. Mars, Ares. səhvdir. Digər iki komandanın fikirləşmək üçün 3 saniyə vaxtı var. O, daha məşhur qətli törətməzdən əvvəl Perifet, Sinis və Prokrust kimi qəddar personajları öldürmüşdü. 3-2-1 cavab versiya. Bu TS idi. Təşəkkür edirəm oyunculara. Masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə məktub mövzusuyla şərtli raunda davam eləyəcəyik. Məktub mövzusundan şərtli raunda davam eləyirik. İlk sual və nominal xal dəyəri 200. Bəzən Əbdürrəhim bəy Haqverdiyevin bu əsərini yarımada Xortdanın cəhənnəm məktubları. Şərqin ilahi komediyası adlandırırlar. Bəli, bu Xortdanın cəhənnəm məktublarıdır. Bravo. Məktub mövzusu ikinci sual nominal xal dəyəri 400. Ona gələn çox sayılı məktublar arasında Kraliçə Viktoriyanın da adının olduğunu görən yazıcı, məşhur dedektivi növbəti hekayədə diriltməli olur. Old school. Arthur Conan Doyle. Bəli, bu Arthur Conan Doyle'dır. Davam edirik. Məktub 3-cü sual nominal xal dəyəri 600. Onların 1676-cı ildə Osmanlı Sultanı 4-cü yarımada. Zaporojye kazakları. Bəli, bu doğru cavabdır. 4-cü Məhmədə yazdığı məktublar məşhur rəsm üçün mövzu olmuşdu. Məktub mövzusu 4-cü sual nominal xal dəyəri 800. Bu rəsm əsərində təsvir olunan məktub parçasında 13 iyul 1793 old school Maratın ölümü. Marianna Charlotte Corday yazısını görmək olar. Bu Maratın ölümüdür. Davam edirik. Məktub mövzusu 5-ci sual nominal xal dəyəri 1000. Britaniyadan Amerikaya göndərilən məktubların Atlantik okeanını keçərkən 2 həftə gecikməsini araşdıran Benjamin Franklin bunu kəşf eləmişdi. Atlantik okean gecikmələrə səbəb olan təbii hadisə. Benjamin Franklin. 3-2-1 düzgün cavab. Versiya var. Verin versiyanızı.
Bermud. Bəlkə. Yox. Qasırğa. Yox, bu Hofstream cərəyanı idi. Oyunculara təşəkkür edirəm. Masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə mənfi personajlar mövzusuyla şərtli raunda davam eləyəcəyik. Mənfi personajlar. İlk sual nominal xal dəyəri 200. İlk dəfə 1984-cü ildə ekranlara çıxan bu personaj yaşıl zolaqlı, qırmızı sviter geyinir. İlk olaraq old school sıxdı düyməni. Riddler. Yox. Difai. Joker. Yox, bu da səhv. İqtisadçı. 3, 2, 1, cavab. Sizdən xal silinəcək. Mən isə yarımada komandası üçün sualın qalan hissəsini oxuyuram. Yaşıl zolaqlı qırmızı sviter geyinir və sağ əlinə iti bıçaqları olan əlcək taxır. 3, 2, 1, düymə sıxıldı yarımada. Edward Qayçəllər. Bir də? Edward Qayçəllər. Yox, bu Freddy Krueger'dir. Davam eləyirik. Mənfi personajlar ikinci sual nominal xal dəyəri 400. Bir qalanın sirri filmində Difai. Göygöz Kosa. Bu səhv cavabıdır. Tələsdin Difai. Sandığın içərisindən daş və bunlar çıxdıqdan Sim və yarımada Sim və Nar. Simnar xan olduğunu bilir. Sim və Nar. Həkim babanın qanlı qalaya aparıldığı aydın olur. Nələr çıxır Sim və Nar. Bravo. Mənfi personajlar 3, nominal xal dəyəri 600. Onun timsahlara olan qorxusu rəqiblərindən birinin kəsilmiş əlini elə timsaha yedizdirdikdən sonra yaranmışdı. Məşhur mənfi qəhrəmanlardan biridir. Timsah. Timsahlarla əlaqəli. Timsahlardan qorxan. 3, 2, 1. Versiya var heç olmasa. Kapitan Qarmaqdır. Davam eləyirik. Mənfi personajlar 4, nominal xal dəyəri 800. Bu filmdə mənfi personaja soyad seçmək üçün İngilis dilli ölkələrdə ən çox yayılmış soyad seçilmişdi. Üç, 2, 1. Bu Matrix'tir. Söhbət filmdəki agentlərdən birindən gedir. Onun da soyadı Smith idi. Davam eləyirik. Mənfi personajlar 5, sonuncu sual nominal xal dəyəri 1000. Dr. Henry Wu tərəfindən yaradılmış Indominus Rex adlı hibrid dinozavr bu filmin baş qəhrəmanıdır. Yarımada. Jurassic Park. Bravo yarımada, qəbul edirəm. Euro dövrünün dünyası. Oyuncular təşəkkürümü bildirirəm. Onlar masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə şərtli raundun sonuncu mövzusunu oynayacağıq. Şərtli raundun sonuncu mövzusu oyunlar və oyuncaqlar adlanır. İlk sual nominal xal dəyəri 200. Bir şeirdə payız səmasını təsvir eləyərkən gah görünən, gah isə görünməyən günəşin sanki bunu elədiyi deyilir. Difai. Özdən deyirəm ki, bu gizlənpazdır. Bəli, bu gizlənqaç oynayır. Bravo. Davam eləyirik. Oyunlar və oyuncaqlar. İkinci sual nominal xal dəyəri 400. Futbol maçlarından əvvəl komanda kapitanları mərkəzdən başlama hüququ qazanmaq üçün ənənəvi olaraq qəpiyə atıb. Yarımada. Daş kağız qayçı. Amma 2022-ci ildə keçirilən bir oyunda komanda kapitanları bu oyunu oynamışdılar. Bəli, bu daş kağız qayçıdır. Davam eləyirik. Oyun və oyuncaqlar. Üçüncü sual nominal xal dəyəri 600. Nathan Savaya uğurlu müasir incəsənət xadimidir. Nathanın emalatxanasında onun istifadə edə bilməsi üçün fərqli rəngli 2,5 milyon bu saxlanılır. Difai. Risk eləyəcəm, bu Lego daşlardır. Bu Lego kərpiçlərdir, bravo! Davam eləyirik. Oyun və oyuncaqlar. Dördüncü sual nominal xal 800. Bir post-apokaliptik romanın personajları
Qəflətən gizləndikləri yeri dəyiş old school. Yəqin qəflətən gizlənib qəfildən özə çıxırlar. Jack in the Box kimi. Bu səhv cavabdır. Qısaçı. Hide and seek. Yox, səhv cavabdır bu. Digər iki komanda üçün sualı qaldığı yerdən oxuyuram. Gizləndikləri yeri dəyişməli olurlar. Bu zaman çoxsaylı konservlər, batonlar, peçenyeləri məharətlə qutulara yığan personajlardan danışarkən müəllif nəyi xatırlayır? Oyun, oyuncaqlar, qutulara yığılan konservlər 3-2-1 versiya və yaxud da cavab. Versiya verə bilərəm. Məncə sıx düyməni cavab ver, 3 dənə risk eləmirsən. Elə bunu da. Elə. Bax, sonra təşəkkür edəcəksən mənə. Ver versiyanı, yaxşı. Bunkerdə 60 gün, 30 gün təxminən. Yox, yaxşı ki, düyməni sıxmandan sonra günahkar mən olacaqdım. Bu Tetris'dir dostlar, Tetris. Davam edirik. Oyunlar və oyuncaqlar. 5-ci sual, nominal xal dəyəri 1000. Avropaya səyahəti zamanı Mahatma Gandhi onu gördükdən sonra demişdi: biz hamımız oyuncaqlarla maraqlanan uşaqlarıq. Belə deyəcəm. Avropada bəlkə də Gandhinin marağına oyuncaq kimi səbəb olan quraşdırılmış bir konfigurasiya. Old school. Rubik bəlkə. Yox, bu səhv cavabdır. İqtisadçı. Bəlkə şahmat. Şahmat. Mən əl işarəsi ilə də göstərdim əslində, amma artıq göstərə bilmərəm. Düymələr sıxılıb. Digər iki komanda düzgün cavab və yaxud da səhv cavab vermək üçün və yaxud da heç cavab verməmək üçün 3 saniyə vaxtı var. 3, 2, 1. Risk elə difai. Məncə odur. Ehtiyac yoxdur. Bu Eyfel qülləsidir. Eyfel qülləsi. Konfigurasiya quraşdırılmış. Mən sizə kömək eləməyə çalışdım. Oyunçulara təşəkkür edirəm. Oyun masası ətrafında öz yerlərini ala bilərlər. Biz isə sirli raunda keçid alacağıq. Sirli raundun qaydası belədir. Bu raundda mövzular yalnız oyunçular kürsüdə öz yerlərini alandan sonra elan olunur. Oyunçuları sıralamaq üçün komandalara vaxt verilir. Vaxt bitdi, oyunçular oyun kürsüsündə öz yerlərini alsınlar və biz sirli raundun ilk mövzusunu oynayaq. Sirli raundun mövzusu BG adlanır. Varşava, Kiyev, Lüblyananı, qısaçı 3-2. Bakı ilə qardaşlaşmış. Səhv cavabdır. Mövzumuza uyğun olaraq belə adlandırmaq olar. Varşava, Kiyev, Lüblyana. 3-2-1. Düymə sıxılıb, mən sizə kömək eləyə bilməyəcəm. Bu, Bratislavanın qardaşlarıdır. Davam edirik. Agua Vitória maçlardan əvvəl Estadio da Luz stadionunun ətrafında uçuşlar həyata keçirir. Agua Vitória nədir? İqtisadçı. Yəni deyək ki, Benfica'nın qartalı. Bəli, bu Benfica'nın qartalıdır. Bravo İqtisadçı. Davam edirik. BG. 3-cü sual, nominal xal dəyəri 900. Hadisələri 12-ci əsrdə Limerikdə cəryan eləyən filmdə məbəd cəngavərləri meşədə gördükləri naməlum bir varlığı təqib eləməyə başladılar. Bəs onların ölümünə nə səbəb olur? Üç, iki, bir. Versiya var. De. Bavariya qoşunu. Yox. Bu Banshinin qışqırığıdır. Davam eləyirik. 4-cü sual, nominal xal dəyəri 1200. Nürnberg şəhərindəki Coğrafiya Muzeyində sərgilənən buna
Yerli dildə Erdapfel adı verilib. Erdapfel. Nürnberg şəhərindən çıxa bilərsiniz əslində. Coğrafiya muzeyi də sizə kömək elə bilər. BG Erdapfel son kömək eləyirəm sizə. Dilimizə yer alması kimi tərcümə olunur. Yer alması. 3-2, iqtisadçı buyur. Bruninin qlobusu. Bir də Bruninin qlobusu. yox. Yox, cavab yoxdursa mən düzgün cavabı səsləndirirəm. Bu Behaim'in qlobusuydu. Erdapfel Almanca dilimizdə yer alması kimi tərcümə olunur. Davam eləyirik. BG 5-ci sual, nominal xal dəyəri 1500. Yazıcıdan bəhs eləyən bir məqalədə bunun Napoleonun qılıncından daha iti olduğu deyilir. İqtisadçı. Balzac'ın qələmi olsun. Bu isə doğru cavabdır, bravo! Oyunculara təşəkkür edirəm, oyun masası ətrafında öz yerlərini ala bilərlər. Biz isə sirli raundun ikinci mövzusuna keçid alacağıq. Sirli raundun ikinci mövzusu kosmik mövzu adlanır. Birinci sual nominal xal dəyəri 300. 13-cü əsrdə burada çalışan alimlərin müşahidələri, old school, Marağa rəsədxanası. Zicilxanə adlı əsərin yaranmasına səbəb olmuşdu. Bu Marağa rəsədxanasıdır. Bəli, davam edirik. Kosmik mövzu, ikinci sual nominal xal dəyəri 600. 12 aprel 2023-cü ildə iqtisadçı 3, 2, 1. Kim? Yuri Gagarin. Adını daşıyan order təsis edilib. Bu Yuri Gagarin'dir. Kosmik mövzu, üçüncü sual nominal xal dəyəri 900. Cənubi Afrikalı sahibkar Mark Shuttleworth 2002-ci ildə 20 milyon dollar ödəyərək bu siyahıda ikinci şəxs oldu. Cənubi Afrikalı milli sahibkar Mark Shuttleworth. Bəlkə bu beynəlxalq kosmik stansiyada səyahət edib. Beynəlxalq kosmik stansiyada səyahət edib. Elə orada qalıb. Beynəlxalq kosmik stansiyada səyahət. Turistik səyahət. Bu turistik səyahət, bax, turist sözünü gözləyirdim. Bu kosmik turizmdir, bravo. Davam eləyirik. Kosmik mövzu, dördüncü sual, nominal xal dəyəri 1200. ABŞ-də Kosmik Raket Muzeyi hansı şəhərdə yerləşir? Old school. Houston. Bu doğru cavabdır, bravo. Davam eləyirik. Kosmik mövzu, son sual, nominal xal dəyəri 1500. Kosmik tədqiqatda olan astronomlar da dişlərini yuyur. Bizdən fərqli olaraq, onlar diş məcunları ilə nə edir? Versiya var. 3, 2, 1, yaxşı de versiyanı. Bəlkə skafandrlarını təmizləyirlər. Yox, bu səhv cavabdır. Yaxşı ki, vurmadım. Sadəcə udurlar diş məcunlarını. Udurlar. Yəqin ki, tərkib hissəsi elədir ki, sağlamlıq üçün ziyanlı deyil, həm də tüpürə bilmədikləri üçün udurlar. Oyunculara təşəkkür edirəm, onlar öz masalarına keçə bilər. Biz isə 3-cü mövzunu oynayacağıq sirli raundda. Sirli raundda hazırda oynayacağımız mövzu rəssamlar adlanır. İlk sual nominal xal dəyəri 300. Sivilizasiyanı xəstəlik adlandıran bu rəssam 1895-ci ildə Tahitiyə köçmüş və ömrünün old school Paul Gauguin. sonuna qədər orada yaşamışdı. Bu Paul Gauguin'dir. Bəli, davam edirik. Rəssamlar ikinci sual nominal xal dəyəri 600. O, 2 dəfə İncəsənət Akademiyasına daxil ola bilmədikdən sonra 1939-cu ildə Xarici Dillər İnstitutunda Fransız Dili Fakültəsinə daxil olur. Lakin müharibəyə yollanması səbəbilə old school
Mehdi Hüseynzadə. Deyirlər şəhərdə 2-2 gəzməyə qadağandır. Bəli, bu Mehdi Hüseynzadədir, bravo. Təhsilini yarımçıq qoyur müharibəyə gedəndən sonra. Rəssamlar, 3-cü sual, nominal xal dəyəri 900. O popnaməyə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətimizin əsasını qoyub. Old school. Əzim Əzimzadə. Bu Əzim Əzimzadədir. Davam eləyirik. Rəssamlar mövzusu 4-cü sual, nominal xal dəyəri 1200. Rəssam Ejen Delacroix'ın rəsmlərindən birində Frédéric Chopin və Georges Sand təsvir edilib. Əsərin şəxsi kolleksioneri onu qiymətindən baha sata bilmişdi. Bunun üçün o nə eləmişdi? Frédéric Chopin, Georges Sand. İndi bu Delacroix çəkib, belə çəkib. Şəxsi kolleksioner isə bunu satmaq üçün biznes variantına əl atıb. Difai. Ola bilsin ki, onlar öz imzalarını atmışdılar şəklin üstünə. Yox, bu səhv cavabdır. Digər 3 komandanın 3 saniyə vaxtı var. 1, 2, 3. Sadəcə olaraq əsəri 2-yə ayırmışdı. Hər qəhrəmanı ayrılıqda satmışdı. Chopin'i də, Georges Sand'ı da. Davam eləyirik. Rəssamlar 5-ci sual, nominal xal dəyəri 1500. Şəxsiyyəti hələ də müəyyən edilə bilməyən o, iqtisadçı, Banksy. Claude Monet'in Suzan bağları rəsmindəki gölün ətrafında supermarket arabaları çəkmişdi. Bravo! Bu rəssamlar mövzusunun sonuncu sualı idi. Oyunculara təşəkkür eləyirik. Alqışlayaq, onları öz yerlərinə dəvət eləyək. Sirli raundun 4-cü mövzusuna keçid alacağıq. 4-cü mövzunun oyuncuları oyun kürsüsündə öz yerlərini alsınlar. Sirli raundun 4-cü mövzusu Go hissəciyi adlanır. Go. Bir İngilis əsərinin qəhrəmanı yıxılan adamı vurmağı düzgün hesab eləmirdi. O bildirirdi ki, hələ uşaqlıqdan bu oyunu sevmir. Yıxılan adamı vurmaq, iqtisadçı. Golf. Bu golfdur. Bəli, davam eləyirik. İkinci sual, nominal xal dəyəri 600. Fələstində yerləşən Tel-Safi şəhərində 2004-cü ildəki qazıntılardan sonra nəhəng zireh və qılınc da tapılmışdı. Old Qolyaf. school. Qolyaf. İncilə görə Qolyaf Tel-Safi şəhərindən idi. Davam eləyirik. Qoy hissəci 3-cü sual, nominal xal dəyəri 900. Pifya, qədim Yunanıstanda məşhur öncəgörən sayılırdı. Versiyalardan birinə görə o, hansı filosofun doğulacağını əvvəlcədən xəbər vermişdi. Pifya. Difai. Bu məncə Pifagordur. Bu doğru cavabdır, bravo. Davam eləyirik. Qoy hissəci 4-cü sual, nominal xal dəyəri 1200. Maraqlıdır ki, bu qardaşlardan biri ilk paraşütü də sınaqdan keçirmişdi. Old school. Manqalfiya qardaşları. Bəli, bu doğru cavabdır. Onlar ilk hava şarını yaradıblar. Davam eləyirik. Qoy hissəci, sonuncu sual, nominal xal dəyəri 1500. Mesopotamiyada təkərin kəşfindən danışan bir tarixçi, onun gündəlik həyatda yaratdığı asanlıqlardan əlavə uzaq məsafələri də yaxınlaşdırdığını qeyd eləyir. Tarixçiyə görə bunun yaranması da təkərin kəşfinin sayəsində olub. Uzağı yaxınlaşdırmaq, uzağı yaxınlaşdırmaq, uzaq alış-verişi yaxın eləmək. 1, 2, 3.
Alışverişlə də sizə kömək elədim. Bu kargodur. Oyunculara təşəkkür eləyirik. Onlar öz yerlərini ala bilərlər masa arxasında. Sirli raundun 5-ci mövzusuna keçid alacağıq. Sirli raundun sonuncu mövzusuna keçid alırıq. Mövzumuz belədir. Dağlar və zirvələr. İlk sual, nominal xal dəyəri 300. Hündürlüyü 5000 metrdən çox olan bu zirvəni Qaraçay Balkarlar Mingitau yarımada, Elbrus. Kabardinlər isə Oxşamaxo adlandırır. Bilmirəm nəyə oxşuyur, amma Oxşamaxo elə o bizim oxşamaq sözü ilə eynidir. İkinci sual, nominal xal dəyəri 600. İlk dəfə 1839-cu ildə tədqiqatçı Ferdinand von Wrangel bu dağı o vaxtki xəritələrə əlavə eləmişdi. Bu dağ 1896-cı ildən yarımada. Bazardüzü. Yox, bu səhv cavabdır. Digər komandalar üçün sualı qaldığı yerdən oxuyuram. Bu dağ 1896-cı ildən 2015-ci ilə kimi kimin adını daşıyırdı? İqtisadçı. McKinley. Bəli, William McKinley, bravo, davam eləyirik. Dağlar və zirvələr. Üçüncü sual, nominal xal dəyəri 900. Mars Express aparatının şəkillərinə əsasən hündürlüyü 21229 metr olan ilk olaraq difai. Olimpiya dağı. Bəli, bu Olimp dağıdır. Davam eləyirik. Dağın üzərində lavanın təxminən 2 milyona yaxın yaşı var. Dağlar və zirvələr. Dördüncü sual, nominal xal dəyəri 1200. Bu zirvəni ilk fəth eləyən şəxs polyak səyyah və coğrafiyaşünas Pavel Edmund Strzelecki olub. Yarımada. Kostuşko. Bəli, bu doğru cavabdır. Bravo. Davam eləyirik. Dağlar və zirvələr. Beşinci sual. Nominal xal dəyəri 1500. Bu sual sirli raundun son sualıdır. Matterhorn Dam Peak dağ massivinin ən hündür zirvəsidir. Bu zirvəni hansı markanın üzərində yarımada? Toblerone. Bəli, Toblerone markasının üzərində görmək olar. Bravo. Oyunculara təşəkkür edirəm. Onlar öz yerlərini ala bilərlər. Biz isə fərdi raunda keçid alırıq. Fərdi raunda keçid alırıq və fərdi raundda qaydalar belədir. Bu raundda yalnız hər komandadan bir seçilmiş oyuncu oynaya bilər və öz komandasının hesabına xal yazdıra bilər. Odur ki, mən xalı az olan komandadan çox olan komandaya doğru oyuncuları sıralayaraq onları kürsüyə göndərəcəm. Difai komandasından Ələsgər Təhməzov. İqtisadçı komandasından Səmral Pənahov. Yarımada komandasından Murad İskəndər. Və Old School komandasından İlahə Sadıqova. Və hazırda siz mövzuları görəcəksiniz. Yenə də az xal olan komandadan çox xal olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Sona qalan mövzuyla biz oynayacağıq. Mövzular belədir. Sindromlar, rəssamlıqda musiqi, David, himayədar müqəddəslər və ümumdünya irs siyahısı. Difaidən başlayırıq, buyurun. Rəssamlıqda musiqi. Göz yaşlı oldu mövzunun, göndərdi onu. İqtisadçı. Ümumdünya irs siyahısı. Ümumdünya irs siyahısı mövzusunu da göndəririk sual bazasına. Yarımada. Sindromlar çıxsın. Sindromlar çıxır və Old School özü təyin eləyəcək. Hansı mövzu ilə oynayırıq? David oynayaq. David mövzusu qalır. Himayədar müqəddəslər çıxır, David mövzusu qalır.
Fərdi raundda David mövzusunu oynayırıq. İlk sual nominal xal dəyəri 400. Ondan savayı Donatello, Bernini və Andrea Verrocchio'nun da eyni adlı əsərləri olub. Yarmada Jacques-Louis David. bu səhv cavabdır. Difai Bəlkə Rafaello. bu da səhv cavabdır. Digər iki komandanın cavab vermək üçün 3 saniyə vaxtı var. 2, 3. Bu Michelangelo'dur. Davam edirik. İkinci sual nominal xal dəyəri 800. Karyerasına 8 yaşından başlayan onun ləqəblərindən biri Sehirli David idi. İqtisadçı düyməni sıxıb ilk olaraq. David Beckham. Yox, bu səhv cavabdır. Difai. David Copperfield. Bu düzgün cavabdır, bravo. Davam edirik. David mövzusu. Üçüncü sual, nominal xal dəyəri 1200. 1985-ci ilə aid Lord Ekver'in ölümü filmində aktyor David Suchet baş inspektor Jep rolunu ifa eləyib. Ona məşhurluğu isə 1989-2013-cü illər arasında çəkilən serialda bu personajı canlandırmaq gətirib. 89-2013-cü illər arasında çəkilən serialdakı personaj. David Suchet. 3, 2, 1. Fərdi round olduğu üçün mən kömək eləyə bilməyəcəm. Bu Hercule Poirot roluydu. Hercule Poirot. Davam eləyirik. David mövzusu 4-cü sual nominal xal dəyəri 1600. Simvolikdir ki, bu müğənninin 1969-cu ilə aid məşhur mahnısı Apollon 11 gəmisinin uçuşundan 5 gün öncə buraxılmışdı. Üç, iki, bir versiya. Bu David Bowie'di, Bowie. Davam edirik. David mövzusu son sual. Fərdi raundunda son sualıdır. Nominal xal dəyəri 2000'dir. Və burada sual belədir, diqqətli olun. O hesab eləyir ki, aktyorlar darxanda daha təbii olurlar. Ona görə də dublların sayını artırır. Əgər bu suala iqtisadçı və difai komandaları cavab versə, ikisindən biri xəmsə raundu olacaq. Əks halda biz xəmsə raunduna getməyəcəyik. 3, 2, 1. Versiya demək olar. Versiya de. Olmuyor David Cameron. Yox. Bu David Fincher idi. Oyunculara təşəkkür edirəm. Onlar öz yerlərini masa arxasında ala bilərlər. Reglament əsasən bugün xəmsə raundu olmayacaq, çünki bu oyunun birinci və ikinci yerləri məlumdur. Onlar növbəti mərhələyə vəsiqə qazanırlar. Biz onlarla növbəti turda görüşəcəyik və bu oyunun ikinci yerinin sahibini elan eləmək istəyirəm. Onlar göy masada əyləşən Yarmada komandasıdır. Birinci yerin sahibi isə qırmızı masada əyləşən Old School komandasıdır. Bravo! Təbrik edirəm onları. Biz isə yarım final mərhələsində bu komandalardan bir də görüşəcəyik. Bu həftə sizinlə sağollaşırıq. Gələn həftə Xəmsə Milli İntellektual oyunu yenidən Azərbaycan televiziyasının efirində olacaq.